Müzəffər Ali Başkomandan, ölkəmizin prezidenti cənab İlham Əliyevin uğurlu siyasətin nəticəsində ölkəmiz sülh-əminanlıq içərisindədir. Əhalimiz şad-xürrəm yaşayır. Cənab Prezident, sizin adınıza qurban olum. Sizin adınız harda varsa orada haqq ədalət var. Bu dönəmdə, bu zamanında sizdən səxavətli, sizdən ədalətli başqa birisini tanımıram. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, cənab Prezident, öz murdar, çirkin, korrupsioner əməlləri ilə hakimiyyətin üzünə ləkə gətirir. Və vətəndaşların da, həmçində vətəndaşların, devlətin, qanunla qorunan hüquqlarını pozur. Məqsəd yönlü olaraq, qəsdən. Xahiş edirəm, göstəriş verəsiniz. O şəxslərin kimliyi müəyyənləşdirilsin və qanuna müvafiq tədbirlər həmən şəxslər barəsində görülsün. Sizdən xahiş və müraciətim bundan ibarət. Cənab Prezident, Allah sizi var eləsin, Allah sizi qorusun. Xahiş edirəm, müraciətini nəzərə alınsın.